Salamlar hər kəsə. Bugün gəlmişik Water Sprite Lake-nə. Bu lake Kanadanın Squamish şəhərində yerləşir. Vancouverdən təxminən olaraq 2 saatlıq yoldur bura. Squamish şəhərinə daha doğrusu və ondan sonra da 5 saatlıq bir dağa dırmanmadır. Ümumilikdə 7 saat bir vaxtdan sonra lake gördüyünüz kimi bir nəfər də burada özü üçün üzür. Amma ki su çox soyuqdur. Hələ ki burada da görürsünüz ki hələ də qar qalır, buz qalır, əriməyib. Çox qəşəngdir buralar. Suyun da təmizliyini görürsünüz də. Əslində planlayırdım bugün gəlim üzüm, amma ki hava biraz tutqundur. Günəş yoxdur, ona görə girmədim, xəstələnməyim deyə. Amma ki günəş olsaydı əlbət girəcəkdim. Su çox qəşəng görsənir. Adam lap çıxmaq istəməz buradan.